Başlanğıcda əgər sən də 10, 20, 50 izlənmə səni qane eləmirsə, üzr istəyirəm, amma sən bu YouTube'un başın bura. Bura sənin yerin deyil. Əgər bu videonun sonuna qədər izləsən, istədiyin şeyi alarsan. Əgər videonun sonuna qədər izləməsən, həmişəki kimi motivasiyadan öləsən və heç bir şey bacara bilməyəsən. Hər birinizə salam, mən Mütəllim Muxtardır. Bugün sizə YouTube'da başarılı olmağın yolu haqqında video çəkirəm. Deyə bilərsiniz ki, niyə video atmırdım? Video tapa bilmirdim dostlar birincisi atmağa. Hamısından da əlavə mən biraz xəstələndim və videoları çəkmək üçün telefon problemli idi. Telefon cəhdlədim, şükür, indi videolarımızı da atırıq. Əvvəlcə gəlin sizə belə bir şey deyim. Siz 3 dənə video atın əvvəlcə. Bu videolar istəyirlər ən pis də olsa, ən yaxşı da olsa. O 3 videonu atın. Çünki o 3 video sizin göstərəcək, siz nə bacarırsınız, nə bacarmırsınız. Ondan sonra istəyirsiniz nə videosu atırsınız, Minecraft, əyləncə, futbol, fəvəz kimi, İlkin Feyziyev, istədiyiniz atın. Bəlkə də həmin o 3 video bomba olmayacaq, patlamayacaq, amma hər şey yaxşı olacaq. Mr. Beast'in bir dənə sözü var, 50 videomuzda, bəlkə də 100 videomuzu izlənməyəcək. Amma ondan sonraki gələn 101-ci videomuz patlayacaq. Unutmayın. Kitlə belə gedir. Gedir, bir anda o video patlaya bilər. Ona görə də heç bir şey eləməyin. Hamımızın elədiyi ən böyük səhvlərdən biri də odur ki, dostlar, bir videonu yüklüyorsunuz, o videonun reytingləri məsəl üçün qalxdı 50-100. Amma 100-dən sonra bir bilə izlənməzsə, siz o biləyə başlayırsınız o videonu silməyə. İzlənməyən videoları silməyin, YouTube bunları silməyin, onları qırağa qoyun, blok edin, amma yenə də silməyin. Təsəvvür edin, YouTube o videonu kiməsə göstərir və siz o videonu silmirsiniz. İzlədiyiniz yerdə video silinir, bu sizə xoş fikirlərə qane eləyir, xeyr, YouTube'un xoşuna gəlmir. Buna görə də həmin o videonu silmə. Yüklə, motivasiyadan düşmə, heç vaxt videoları kimə göstərdiyinə də fikir ver, ən əsası dostlar. Videolarınızı hər adama atmayın. İndi atası məsəl üçün yemək kanalına sizin futbol videomuzu izləsin. Bir yemək kanalı o keşfətini salda sizin futbol keşfətinizdir. O heç qırama qarışıq ola biləcək. Girəcək videomuzu ayıb olmasın deyə bəyənəcək. YouTube bəyəninin atıldığı vaxtda da fikir verir. Sonda atılıb, yaxşı da əvvəl atılıb. Sonda atılan bəyəni həmişə daha yaxşıdır və videonun neçənci dəqiqəsində atılıb. Acaba başlayan kimi atılıbsa biləcək ki, burada nəsə tema var, nəsə pop qaynadır. Yəni çalışın, videomu sonuna qədər izlətməyə çalışın. İlk 30 saniyə ən vacibidir. 30 saniyədə insanların istədiyi vaadi verin. Onlara vaat verin ki, mən belə-belə eləyəcəm, bu videoda belə-belə eləyəcəm. O insanları da o videoda saxlamaq üçün məcbur eləyin. Girib beyin, hər kəsə atmayın o videolarınızı. Hamısı pis təsiri ola bilər. Öz içəriklərinizi aid paylaşın. Və dostlar, bizim birər link qoyacam aşağıda. YouTube səhifədə dərslər veririk. Heç kimdən pul da istəmirəm. Hələ ki pula ehtiyacım yoxdur. Yəni istəyirəm ki bir kütləm olsun. Düzdür, mənim dost tanışım ətrafından bu işlə bağlı olan hər kəs istəyir. Hal-hazırda 500-600 nəfər hardasından tanışım var. 100, 200, 300 nəfər hətta mənlə danışır və onların Discord sunucumuzda danışırıq. Siz də o Discord sunucuma istəyirsinizsə aşağıda yorumlar qismına yazın, sizi də oraya ekləyə bilərəm. Sizə məsləhətim, maraqlınız haracısı orada aid video çəkin. Məsəl üçün əyləncə kanalı ola bilər, oyun kanalı ola bilər. Orkun Işıtmanın ilk videosuna baxın. Enes Batur'un, Mr. Beast. Hamısı görəsiniz. İkisi Minecraft'dan başlayıb, biri kartlarla. Amma indi bu dəqiqə baxsaq, biri dünyanın ən yaxşı YouTuber'dır, biri də ki, ikisi də ki, Türkiyənin ən bomba, ən qabıqçı edən kanallarından biridir. Yəni ki, sizin nə ilə başladığınız yox, nə ilə davam elədiyiniz vacibdir. Mən indi YouTube haqqında paylaşıram, bəlkə də oyun haqqında da paylaşmaya başladım. Bunu heç kim bilə bilməz. Əgər siz videoları atdıqdan sonra, həmin o videodan sonra, çalışın videolar aralığı 8 ilə 15 dəqiqə arası olsun. Bu kriter çox vacibdir. 8 ilə 15 dəqiqə arası olsun. Canlı yayın açıldıqdan sonra hər dəfə çalışın, ən az həftədə bir dəfə canlı yayın açın. Siz təsəvvür eləyin, 100 nəfər 1 saat canlınızı izləsə 100 saat deməkdir. Bu 4000 saat doldurmağın bir yoludur. Başlanğıcda dediyimə gələk. Sizdən xahişim, o 3 videonu atın. O videonu atandan sonra gəlin mənə yazın ki, mən o 3 videonu attım, indi neyiniyim? Hamısını sizə tək-tək deyəcəm. Lazım olsa, çox istək olsa YouTube haqqında video çəkə bilərəm. Pis olsa belə, o 3 videonu atın, sizdən xahiş edim. Gör mənim kanalım çox bomba kanaldır. Yox, mən hələ çox da belə bir şey deyiləm. Nə olsa 17 abunəm var. Bəlkə də yəni
bir çox kanala baxın. Hamısı sıfırdan başlayıb gördüyünüz kimi. Gələcəkdə necə olacağım bilmirəm, amma onu bilirəm ki, mən düz yoldayam. Mən bu yolda davam edəcəm. YouTube haqqında narahat olmayın. Hər gün bir şey paylaşacağım. Gec də olsa, tez də olsa o videoları atacağım. Sizdən xahişim, bu videonun ən aşağısı 10 bəyəninizi atın. 10 bəyən atın ki, yeni bölmənin seviyesi daha tez gəlsin. Bundan sonraki videomuzda YouTube'un sevmədiyi video tipləri haqqında video paylaşacağım. Buna görə də izləməni xahiş edirəm. Artıq. İzləmələrimiz yaxşıdır. Amma ki, yorumlarımız biraz pisdir. Sizdən buraya qədər gələcək videoda nə olacaq dedim. Sağ olun, salamat qalın.